Bu adam Laçınım deyə gedən, Qarabağda bastırılmağını vəsiyyət eləsə də, Xırdalanda dəfn olunan və nəşi hələ də Xırdalanda qalan Məhəbbət Kazımovdur. Möhübbət Allahverdiyoğlu Kazımov 1953-cü il iyulun 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə 8 bacı, 4 qardaş olublar. Atası Allahverdi kənd təsərrüfatı ilə məşğul olub. Anası Südabə isə evdar xanım olub. İlk təhsilini Şamkənd kənd orta məktəbində alıb. Musiqi təhsili alması üçün qohum əqrabanın təkidi ilə 1974-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna qəbul olunur. İlk muğam dərslərini Nəriman Əliyevdən alır, sonra isə Ağaxan Abdullayevin sinifində oxuyur. 1976-cı ildən peşəkar səhnədə çıxış eləməyə başlayır. Dan Ulduzu ansamblının solisti olur. Onun əsl adı Məhəbbət yox, Möhübbətdir. Adının hamı tərəfindən məhəbbət kimi qəbul olunmasının isə qəribə bir tarixçəsi var. Belə ki, bu bir səhv ucbatından baş verib. İlk dəfə onu efirdə təqdim edən Azərbaycan televiziyasının məşhur diktoru Roza Tağıyeva karıxaraq adını Məhəbbət kimi səsləndirib və o andan etibarən Möhübbət Kazımov, Məhəbbət Kazımov kimi tanınmağa başlayıb. Məhəbbət Kazımov nə qədər qaradinməz adam olsa da ürəyi çox yumşaq idi. Xüsusən də doğma yurdu olan Laçın mövzusu gələndə onu, göz yaşlarını saxlaya bilmirdi. Müğənni 1990-cı ildə ailə həyatı qurub, 3 övlad atası olub. Məhəbbət Kazımov mühafizəkar, doğulduğu yerin adət-ənənəsinə uyğun yaşayan bir sənətçi idi. O ailəsini mətbuatdan həmişə gizli saxladı. Heç adi sualları da cavablamadı. Soruşanlara isə şəxsi həyatım yalnız mənə aiddir cavabını verdi. Məhəbbət Kazımov müğənni və duet ortağı Könül Kərimova ilə oxuduğu mahnılar onlara böyük populyarlıq qazandırıb. Könül xanımın sənətə gəlişində Məhəbbət Kazımovun böyük dəstəyi və əməyi olub. İlk dəfə Könülün səsini Ağcabəddə toyda eşidib və xoşuna gəlib. Uzun illər bir yerdə çalışsalar da sonradan Könül Kərimova solo ifaçılığa başlayır və onların dostluğu pozulur. Cabbar Musayevlə duetlərindən sonra mətbuat onların düşmən olduğunu yazır. Lakin Məhəbbət Kazımov bunu təzyiq edir, sadəcə ondan incidiyini dilə gətirir. Ailə üzvlərinin və dostlarının sözlərinə görə Laçının mahnısını oxuyanda çox kövrəlilmiş. Hətta çox vaxt bu mahnını ifa edəndən sonra təzyiqi qalxırmış. Bir dəfə adamlar Laçının mahnısına toyda oynadıqları üçün Məhəbbət Kazımov mikrofonu masaya qoyub toydan çıxır. Sonralar ondan bunun səbəbini soruşanda bu adamlar bu mahnıya necə oynayıb əl çalır deyir. Şair Zahir Abbasov Məhəbbət Kazımovun ifa etdiyi Laçının mahnısının yaranma tarixindən belə bəhs edir. Bir gün Məhəbbət müəllim gəldi ki, mənim bir dostum var, Fəxrəddin, yol polis əməkdaşıdır. Onun bir şeiri var, Laçınım. Onu bir zümzümə eləyim, gör necə alınır. Oxudu, hamı təsirləndi. Peşəkar bir şeir deyildi, amma xalq dilində yazıldığından ürəyə yatımlı idi. Məhəbbət müəllim onu oxuyandan sonra bütün sənətkarlar kövrəldi. Hətta Arif Babayev də ağladı. Məhəbbət müəllim müğənni Könül Kərimova ilə birlikdə mahnını məşq elədi. Sonra Laçınımı Səbuhi studiyasına yazdırdı. Amma mahnı hazır olub efirə çıxanda problemlə qarşılaşdıq. Məhəbbət müəllim ehtiyat edirdi. İşğal olunan rayonlar çox idi. Onların heç birinin adına mahnı bəstələnməmişdi. İkinci tərəfdən isə mahnının musiqisində oynaqlıq vardı. Hamı deyirdi ki, Laçın dərdli yerimizdir. Belə bir mahnını tamaşaçı qarşısına necə çıxaraq? Azərbaycan cəmiyyəti bunu necə qarşılayacaq? Biz düşünürük ki, Laçınım ağlamalı bir mahnı olacaq. Mart ayında əskərlər qarşısında konsert verdi. Məhəbbət Kazımov həmin mahnını əskərlər qarşısında oxudu, ASTV konserti dərhal efirə verdi. Bu mahnı efirə verilən gündən populyarlaşdı. Məhəbbət müəllimin bir ayın içində minlərlə kaseti satıldı. Günlərin birində Osman Aliyev adlı bir nəfər Məhəbbət Kazımovla görüşür, ona mahnının sözlərinin əsl müəllifi olduğunu deyir. Uzun söhbətdən sonra Məhəbbət Kazımov həmin adama inanır və sonraki kaset buraxılışlarında musiqinin söz yazarı kimi həmin adamın adını qeyd edir. Bu mahnı xalq, xüsusən Laçınlar arasında ona inanılmaz hörmət qazandırır. Vladivostoka konsert verməyə gedəndə oradakı Azərbaycanlılar onu 70-80 maşından ibarət avtomobil karvanı ilə qarşılayıblar. Ölümündən 4 il qabaq həkim onu oxumağı qadağan edib.
o qədər ürəkdən oxuyurmuş ki, daxili orqanları tab gətirmirmiş. Həyat yoldaşı isə onun haqqında belə deyib: məhəbbətə hər şey qadağan eləmək olar, amma oxumağı yox. Məşhurluğunun pik nöqtəsində Məhəbbət Kazımov şəkər və təzyiq xəstəliyindən əziyyət çəkir. Yatağa düşür, uzun müddətli müalicədən sonra İrana gedir. Həkimlər ona qrip xəstəliyindən qorunmağı tövsiyə edirlər. Lakin 3 gün evdən çıxmayaraq qripdən qorunmağa çalışan müğənni xəstəliyə yoluxur və səhhəti ağırlaşır. Öldüyü gün səhhəti qaydasında imiş, lakin gecə əhvalı qəfildən pisləşir. Evi ilə təcili tibbi yardım mərkəzinin arası 2 dəqiqəlik yol olsa da, həkimlər gələnə qədər dünyasını dəyişir. Ölümünə yaxın ailə üzvlərinə demişdi ki, mən ölümümlə tarix yazacağam. Doğrudan da elə olur. Onun yasına demək olar bütün xalq gəlir. Laçının mahnısının sədaları altında Xırdalan qəbristanlığında dəfn olunur. Məhəbbət Kazımov vəsiyyət eləmişdi ki, onun qəbrini də olsa Laçına köçürsünlər. Lakin bir müddət əvvəl oğlundan bu barədə soruşulanda oğlu cavab vermişdi ki, buna ehtiyac görmürük. Məhəbbət Kazımovu Azərbaycana sevdirən onun mahnılarındakı sentimentallıq göz yaşı idi. Onun musiqilərinin arasında demək olar ki, şən mahnı yox idi. O kədərin elə bir qatını seçmişdi ki, Azərbaycan insanının 90%-nin göz yaşı məhz o qata hesablanmışdı. Onun mahnılarında toyxanaya gecikən uşaq, həyəcanı, batmaqda olan günəş, İlk məhəbbəti daşa dəymiş saf qəbli kənd oğlanları və nəhayət yuvasından dərbədər olmuş 1 milyon insanın yurt həsrəti, ocaq qoxusu var. O, Laçının deyə-deyə gedən nə ilk, nə son adam idi. Sadəcə onun fəryadı o qədər ürək dağlayan idi ki, bu fəryad xora çevrilə bildi. Hər kəsin dilinin əzbərinə çevrildi. Bu adam şaxtalı bir yanvar günü Laçından çox-çox uzaqlarda buz kimi qəbrə qoyulan Məhəbbət Kazımov oldu. Tikinti işi görənlərin diqqətinə, tikintidə əl əməyini yüngülləşdirən inqilabi bir aləti təqdim edirik. Fiksator. Dəmirçilərin, qəlibçilərin kəlbətinlə, mismarla 10-15 saniyəyə gördüyü işi fiksatorla 3 saniyə ərzində həyata keçirə bilərsiniz. Fiksatordan həm vaxt qazanacaq, həm də əlavə əziyyətdən xilas olacaqsınız. Armaturla karkas quran zaman məftil işini əlinizi zədələmədən bir göz qırpımında həyata keçirmək üçün fiksatordan istifadə edə bilərsiniz. Sərfəli qiymətə istənilən sayda bu alətdən əldə edə bilərsiniz. Sifariş üçün əlaqə nömrəsi 051 773 77 37.